3 gün İmam Hüseynin bədəni qaldı torpaqlar üstündə dəfn olunmadı. Diqqətiniz məndə olsun, bu sözlərdən fayda götürəsiz. 3 gün cənazələr gün qabağında, toz torpaq içində, Bəni Əsəd qəbiləsi yaxında yaşayır, gəlir dəfn eləməyə. Deyir ki, biz bunları necə dəfn eləyək, tanıya bilmirik. Bədənlər hansı vəziyyətdədir? Gördülər bir atlı gəlir, üzü niqablıdır. Gəldi, düşdü atdan yerə, dedi, Bəni Əsəd qəbiləsi, mən bunların varisiyəm, mən bunların hamısını tanıyıram. Üzün açanda gördülər İmam Səccad əleyhissalamdır. Bunların nişanələri mənim yanımdadır. Getdi Əli Əkbəri dəfn elədi, Qasimi dəfn elədi, bir-bir o cənazələri dəfn elədi. İmam Hüseynin bədəninə çatanda deyirlər, çox üzr istəyirəm, bugün icazə versəz mən açıq deyirəm bunları. Deyirlər, çox belə demin ki, məclisə İmam Zamanın nəzəri var, onun üçün ağırdı. Deyirlər ki, at ayağının altında o qədər qalmışdı, yerlə bir idi İmam Hüseynin bədəni. Və ayırt eləyə bilmirdilər. İmam Hüseyin, İmam Səccadın gözü atasının cənazəsinə düşəndə deyir, ağladı. Durdu, deyir, qəbri qazdı və səbir namazı qıldı ki, Allah səbir versin bu işi görməkdə çətin. Deyir, Südəmər uşağın, 6 aylıq uşağın cənazəsini gətirib qoydu İmam Hüseynin sinəsinin üstünə. Ondan sonra dəfn elədi. Üstün örtdü, belə bir şey yazdı. Belə bir şey yazdı. Yazdı ki, ya əhləl aləm, ey dünyanın insanları bilin, Haza qəbru Hüseyin ibn Əli ibn Əbi Talib. Bu, Əli oğlu, Əbu Talib oğlu, Əlinin oğlu Hüseynin qəbridir. Bu Hüseyni necə tanıtdırdı Həzrət İmam Səccad? Hansı əlaməti ilə? Demədi onun başının bədənindən ayırdılar, demədi onu başını nizəyə vurdular. Dedi ki, Haza qəbru Hüseyin ibn Əli ibn Əbi Talib, bu Hüseyin ibn Əli ibn Əbu Talibin qəbridir. Əlləzi qətəluhu əkşanən. Bu kəsin qəbridir ki, onu susuz öldürdülər. Bu kəsin qəbridir ki, su kənarında ona su vermədilər. Bir içim su vermədən susuz dodaqlarla öldürdülər. Ələ lənətullah, ələl qavmiz zalimin.